Bizim şəhid polkovnikimiz sağ olsaydı, onun balasını siz belə dəfn eləyə bilərdiniz, eləyə bilməzdiniz. Və etməyin də. Bu torpaq uğrunda canını fəda edən şəhidlərə hələ heç etməyin. Hicablı qızımız 13 yaşında xaçların arasında dəfn olunur. Müsəlmanların bastırıldığı qəbirstanlıqda bir qarış torpaq tapılmadı mı? Gözləri də görməyib bu dünyada. Və onun qaranlıq dünyasını bir daha da qaraltmısınız. Allahına bağlı olan birisini. Atamla İmam Əli gəldi dalımca deyən birisini xaçların arasında bastırmışsınız. Bastırmayın, eləməyin. Bu torpağı ucuzmu verdilər sizə, gətirib burada dəfn edirsiniz şəhidin balasını? Niyə? Arxaya baxıram xaç işarəsi, önə baxıram xaç işarəsi. Nə eləmək istəyirsiniz ki? Əvvəlcə şəhidimizin övladının dəfn olunması üçün konum deyirlərdi o yer. Atılır Hacı Şahinin məzarının yaxınlığı və bir qisim insan ora gedir. Deyirlər ki, burada dəfn yoxdur. Şəhidin qızını xaçların arasında bastırırlar, olmaz. Nə ağılla aparıb dinə bağlı olan birisini Tatyanaların, Maşaların qəbrinin yanında bastıra bilərsiniz? Hansı ağlı edirsiniz siz? Nə düşünürsünüz ümumiyyətlə bunu eləyəndə? 600 şəhid vermiş Yağdərə uğrunda. Bu şəhidlərdən biri də bu polkovnik leytinantdır. Siz onun qızını kimsəsiz kimi aparıb harada dəfn edirsiniz? Yəni ayıbdır, valla eləməyin belə şeylər. Özünüzü az güldürün, özünüzü